ATƏT-in bir tədbirindən söhbət gedir. Nazirlər Şurasının 32-ci iclasıdır. İndi əslində müzakirə olunacaq məsələlərin başlıqlarını açıqlayıblar. Deyirlər, təhlükəsizlik məsələsidir, Ukrayna müharibəsi və Avropada sabitlik məsələsidir, insan haqları, ətraf mühit, iqtisadi və texnoloji inkişaf bu məsələləri müzakirə predmeti kimi qoyublar. Ümumiyyətlə, ATƏT-in bölgədə real təsir gücünün azaldığını deyən tərəflər də var da, bu da çox bariz bir məsələdir. Sizcə təşkilatın qərarları praktik olaraq bu məsələlərə nə formada təsir edə biləcək? Buradan başlayaq, sonra Ukrayna məsələsinə keçək. Aydındır, haqqında bəhs etdiyiniz məsələlər təkcə ATƏT-də müzakirə olunan məsələlər deyil. Amma gəlin etiraf eləyən ki, ATƏT bugünkü beynəlxalq münasibətlər sistemində, beynəlxalq koordinatlar sistemində mövqeyi kifayət qədər zəifləmiş beynəlxalq qurumlardan biridir. Dünyanın ən böyük beynəlxalq universal təşkilatı olan BMT-nin özü bu günləri, mən deyərdim ki, bir böhran yaşayır. Və onun, baxın, haqqında bəhs etdiyiniz Rusiya-Ukrayna müharibəsi 2-ci Dünya müharibəsindən sonra Avropada ən böyük müharibədir. Bu müharibənin sanki BMT kənarda müşahidəçi statusunda izləyir. Onun heç bir prosesə təsir imkanları yoxdur. Eyni aqibəti mən deyərdim ki, ATƏT də yaşayır. ATƏT adından göründüyü kimi Avropada təhlükəsizlik məsələlərinə cavabdeh olan mühüm qurumlardan biridir. Və onun məşhur 75-ci Helsinki Yekun aktı da var ki, dünyada təhlükəsizlik sisteminə çox ciddi təsir göstərmək iqtidarında idi. Amma hal-hazırki vəziyyətdə, bax, orta statistik Azərbaycanlıdan soruşsanız ATƏT, onun birinci ağlına gələcək, onun Minsk qrupu, ATƏT-in Minsk qrupu. O Minsk qrupu ki, ATƏT-in tərkibində idi, ATƏT-in rəhbərliyi onu yaratmışdı, amma nəticə itibarilə onun fəaliyyəti sıfır idi. Və elə dekabr ayının birindən də bilirsiniz ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə də son qoyuldu, hüquqi baxımdan son qoyuldu. Ona görə də bu təşkilatın həm Rusiya-Ukrayna müharibəsi ilə bağlı, sonra ekoloji tarazlıq məsələləri ilə bağlı, inkişafla bağlı və digər məsələlər, qlobal əhəmiyyətli məsələlərlə bağlı hesab edirəm ki, tövsiyə xarakterli müəyyən fikirlərin mövqeyi ola bilər. Və bu da indi müşahidə olunmaqdadır. Amma bizi düşündürən odur ki, haqqında bəhs olunan strateji əhəmiyyətli məsələləri, onun təsir imkanı və potensialı necədir? Çox aşağıdır. Üstəgəl də ATƏT-də qərarların qəbulunda bir konsensus prinsipi var. Yəni, tərəflərdən biri yox deyəndə heç bir razılaşma əldə edilmir. Bu baxımdan da onda o mexanizm, hesab edirəm ki, işlək mexanizm deyil. Və indi daha çox diqqət yönəlir bu və digər məsələ ilə bağlı BMT-yə də yox, ATƏT-ə də yox. İndi Avropa Parlamenti, Avropa İttifaqı, NATO, xüsusilə də iki tərəfli formatda Rusiya-ABŞ danışıqları və onların gələ biləcəyi nəticələr bu daha böyük əhəmiyyət kəsb edir. Nəinki, bax, haqqında bəhs edilir. Amma buna baxmayaraq, bu bir beynəlxalq institutdur. Azərbaycan Xarici İşlər Naziri də hörmətli Ceyhun Bayramov da bu tədbirdə iştirak edir. Məqsəd odur ki, bu bir tribunadır. Bu tribunadan da biz öz maraqlarımızı təmin edirik, öz mövqeyimizi ifadə edirik, beynəlxalq ictimai fikrə öz tezlərimizi çatdırırıq. Bu baxımdan bizim üçün əhəmiyyətdir.